Salam uşaqlar, gəlin nisbi rütubət başlığındakı 46-cı sualımıza baxaq. Nə deyir bizim üçün? Deyir ki, havanın temperaturu 22 dərəcə, nisbi rütubət 80%-dir. Hava 11 dərəcə temperatura qədər soyuduqda 0,6 km kub həcmdə mayeyə çevrilən su buxarının kütləsini hesablayın. İndi uşaqlar, baxırıq ki, bizə də mötərəzədə nə qeyd edib? 22 dərəcə temperaturda sıxlığı verib, doyan su buxarının sıxlığını, həmçinin 11 dərəcə temperaturda doyan su buxarının sıxlığını 10 qram böl metr kubu qeyd edib. Yəni, bir sözlə sıxlıqdan danışır. Mən bilirəm ki, nisbi rütubətin sıxlıqdan olan düsturu nə idi? Fi bərabər idi, rho bölünsün. Rho 0 vurulsun, 100% düsturumuz var idi. İndi uşaqlar, baxırıq ki, 22 dərəcədə bizə nisbi rütubəti 80% vermişdi. Yazdıq. Bir digər tərəfdən 22 dərəcədə havadakı su buxarının mən sıxlığını bilirəmmi? Əlbəttə ki, bilmirəm. Ona görə öz yerində qaldı. Amma mötərəzədə doyan su buxarının 22 dərəcədə sıxlığını vermişdi. 20 qram böl metr kubu vurulsun 100%. Hər tərəfi 100-ə böləndə 0,8 bərabər olacaq. Rho bölünsün 20-yə. Deməli, havadakı su buxarının sıxlığı artıq 22 dərəcədə nəyə bərabər imiş? 16 qram böl metr kuba bərabər imiş. İndi bizim baxırıq ki, havanın temperaturu nə dedi? 22 dərəcədən 11 dərəcəyə kimi soydu. Mən bilirəm ki, temperatur azaldıqca qaz nəyə çevrilir? Mayeyə. İndi baxaq görə 11 dərəcədə bizə sıxlığı baxın, mötərəzədə nə qeyd etmişdi? 10 qram böl metr kubu. 22 dərəcədə nə bildik? 16. Deməli, hansı hissəsi mayeyə çevrilib? 6 artı burada. Qram böl metr kubu hissəsi mayeyə çevrilibmiş. Bizdən istədiyi nədir? Deyir ki, mayeyə çevrilən su buxarının kütləsi. Əlbəttə ki, biz bilirik ki, M bərabər idi nəyə? Rho V-yə. Dedik, hansı hissəsi mayeyə çevrildi? Təbii ki, 16-dan 10-a gəldisə, 6 qram böl metr kubu çevrildi. İndi qramdır, əlbəttə ki, mən onu çevirməliyəm nəyə uşaqlar? Kiloqrama. 6 vur, 10 üstü mənfi 3 edəcək onda. Həcmi də bizə verib neçə? 0,6 kilometr kubu. 0,6 kilometrdə nəyə bərabərdir? 1000 metrə. O da 10 üstü müsbət 3. Kubu da dediyi üçün onda olacaq nə əlbəttə ki? 10 üstü müsbət 9. İndi deməli, bu 3 mənfidən bu 3 müsbət gedəcək. 3,6 vur, 10 üstü 6 olacaq. Cavabı bizdən tonla istəyir. 1 tonda nəyə bərabərdir? Biz bilirik ki, 1000 kiloqrama, yəni 10 üstü müsbət 3-ü mən saxlamalıyım. Onda gəlin belə yazaq. 3,6 vur, 10 üstü müsbət 3 vur, 10 üstü müsbət 3, 10 üstü müsbət 3-lərdən biri tonun payına düşəcək. 3,6-nı da 1000-ə vuranda əlbəttə ki, neçə elədim? 3600 ton. Elə bizim cavabımız nəyə bərabər imiş? 3600 tona bərabər imiş.